Salam əleykum. Bu videoda mən sizə təzəcə yumurtadan çıxmış cücənin xoruz və ya fərə olduğunu göstərəcəm. Buyurun, diqqətlə qulaq asın. Bir cücəni götürürük. Qabağımda onsuz da 2 cücə var. Diqqət elə. Görürsüz? Qanadının biri böyüdü, biri balaca. Fikir ver. Biri böyüdü, biri balaca. Diqqət elə. Biri böyüdü, biri balaca. Bu fərədir. Amma indi bu bürücücəyə baxaq. Diqqət. Bax, fikir ver. İki qanadlar da eynidir. Qanadın ikisi də eynidir. Bir dənə də fikir verin. Qanadlar eynidir. Yəni bu xoruzdur. Bir boydadır. Biri balaca, biri böyük deyil. Biri balaca, biri böyük olan fərədir. İkisi də eyni olanlar isə xoruzdur. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.